Məni izləyən hər kəsə Allahın salamı olsun. Bu günləri mən sizlərlə oxlovsuz, xəmir yoğurmadan, əziyyət çəkmədən 5 dəqiqəyə hazırlaya biləcəyiniz çox ləzzətli ballı tortun hazırlanmasını paylaşmaq istəyirəm. Videoya keçməmişdən öncə videonu bəyənsəniz, kanalıma dəstək olmaq üçün like düyməsini basmağı unutmayın. İndi isə keçək hazırlanma qaydasına. Öncəliklə 200 qram kərə yağını qazana əlavə edib, üzərindən 200 qram şəkər tozu əlavə edirəm və əriyənə qədər qazın üzərində orta xodda qatışdırıram. Şəkər tozu ilə yağ əridikdən sonra qazana 2 xörək qaşığı təmiz bal əlavə edirəm. Balın əvəzinə mürəbbə şirəsindən də istifadə edə bilərsiniz. Balı da əlavə edib qatışdırıram. 1-2 dəqiqə qatışdırdıqdan sonra 1 çay qaşığı soda əlavə edirəm. Qabartma tozu da əlavə edə bilərsiniz. Amma mən məsləhət görərdim ki, ballı hazırladığınız bütün şirniyyatlara soda vurasınız. Çünki soda balın dadını da, rəngini də dəyişir və çox ləzzətli edir. Və gördünüz ki, ballı qatışım artıq rəngini dəyişibdir, karamelizə olunubdur və hər tərəfindən göz-göz köpüklər əmələ gəlibdir. Onda qazanın altını söndürürəm və qatışımı başqa bir qaba yerləşdirirəm və dayanmadan soyana qədər qatışdırıram. Rənginin çox tündləşməsini gözləməyin, çünki soyuduqca rəngi daha da tündləşəcəkdir. Yəni, rəngini ilə belənçinə və yaxud bundan biraz da açıq olduğu zaman götürün ki, soyuduqca ballı kütlə rəngini onsuz da tündləşdirir. Artıq hazırladığım ballı kütlə soyuyubdur. Duruluğu da belə olur. Görürsünüz, rəngi əvvəlcə açıq idi, artıq soyuduqca tündləşibdir. Və ballı qarışım tam soyuduqdan sonra 3 ədəd yumurtanı əlavə edirəm və çırpıcı ilə eyni kütlə halına gələnə qədər qatışdırıram. Bunu siz mikserlə də edə bilərsiniz. Ən sonda isə 3 stəkan unu ələkdən keçirdirəm və ballı qarışımın içərisinə əlavə edirəm və eyni kütlə halına gələnə qədər qatışdırıram. Qeyd edim ki, istifadə etdiyim stəkan ölçüsü 200 ml stəkanladır. Xəmir artıq hazırdır. Xəmirin duruluğu baxın bu şəkildə olmalıdır. Nə çox qatı olmamalıdır, nə də çox duru olmamalıdır. 4 günc soba listinin üzərinə yağlı kağız sərirəm və kağızın üzərini duru yağla yağlayıram. Və hazırladığım xəmiri listin üzərinə töküb hər tərəfə yayıram. Xəmiri soba listinin hər tərəfinə yaydıqdan sonra sobaya göndərirəm və əvvəlcədən 180 dərəcədə qızdırdığım sobada alt üst rejimdə 15-20 dəqiqə arasında bişirirəm. Mənim sobamda 15 dəqiqə bişdi. Sobada çox saxlamağa ehtiyac yoxdur, yoxsa xəmir quruyacaqdır. Bişib-bişmədiyini isə taxta çöplə yoxlayıram. Çöpün üzü yaş deyilsə, deməli bişibdir. Kağızını çıxardıram və qoyuram soyumağa. Soyuduqdan sonra korju tən ortadan 2 hissəyə bölürəm. Korjları üst-üstə qoyub kənarlarını, yəni qıraq hissələrini kəsib götürürəm üzərinə ovuntu hazırlamaq üçün. Və hər bir korju da 2 hissəyə ayırıram və ümumilikdə 4 hissədən ibarət olacaq tort. Korjların nazikliyi isə baxın belə olacaqdır. Artıq tortu yığa bilərəm. Krem olaraq isə bişmiş kremdən istifadə edəcəm. Hazırlama qaydası kanalımda var. Linkini videonun alt bölümündə yerləşdirəcəm. Hazırlamaq istəyənlər həmin linkdən baxıb hazırlaya bilərsiniz. Və tortu yığdığım zaman korjun birini taxtanın üzərinə yerləşdirirəm və hazırladığım bişmiş kremdən korjun üzərinə əlavə edib hər tərəfinə çəkirəm. Eyni qayda ilə də bütün korjları üst-üstə yığıb
kremləyirəm. Ən sonuncu qatı da yerləşdirdikdən sonra kremi əlavə edib üzərinə və hər tərəfinə çəkirəm. Kənarlarını da kremləyirəm. Kənarlarından çıxartdığım korju da ovuntu halına gətirib tortun hər tərəfinə əlavə edirəm. Tort artıq hazırdır. İstəsəniz elə hazır edən kimi də kəsib süfrəyə verə bilərsiniz. İstəsəniz bir gün, yəni gözlədə də bilərsiniz. Yəni gecədən səhərə gözləyə də bilərsiniz. Mən elə həmən üzərinin ovuntusunu səpib, kəsib sizə içərisində göstərəcəm, yumşaqlığını da göstərəcəm. Möhtəşəm yumşaqlıqda bir tort alınıbdır. İnanın ki, o qədər ləzzətli, o qədər dadlı bir ballı tortdur ki, mən deyərdim ki, yəni çox reseptlər var ballı tortlardan, amma ən ləzzətlisi, ən dadlısı mənə görə məhz bu ballı tortdur. Həm çox əziyyətsizdir, həm də çox ləzzətlidir. Baxın, içi də belə görünür kəsildikdən sonra. Yəni, yeyən heç kəs bilməz ki, siz bunu bir dəfə bişirməklə hazırlamısınız. Yəni, dadanlar hər zaman deyir ki, bu xəmirdən, yəni oxlovla açılan bir xəmirdən hazırlanıbdır. Amma inanın ki, özünüz də görürsünüz ki, bir yəni biskvitdən hazırlandı bu tort. Möhtəşəm dadı var. Peşman olmayacaqsınız. İlk dəfə belə tort hazırlayırsınızsa mükəmməl alınacaqdır. Bunu sizə əminliklə söyləyirəm. İndi mən içini də kəsib, daha doğrusu yumşaqlığını göstərəcəm sizə. Pambıq kimi yumşaqdır. Baxın, hələ təzə kremlənibdir, yumşaqdır. Qaldıqdan sonra isə daha da yumşaq olur. Bu qədər. Göz haqqınızı halal edin. Allah hər kəsin süfrəsini bol ruzu bərəkətli etsin. Heç kimin gözü, heç kimin qazanda qalmasın inşallah. Kanalımı bəyənirsinizsə abunə olub like etməyi unutmayın. Şərhlərinizi gözləyirəm.